Salam, mən Salafova Şəfəq. Hər vaxtınız xeyir olsun. Bu günlərim Güvən Nəşrləri 4-cü qrup sınaq toplusundan sınaq 1-in izahına baxacağıq. Birinci sualda verilmiş strukturlardan hansının quruluşunda nuklein turşusu vardır? Bilirik ki, ribosomun tərkibində RNT, ribosom RNT-si ən böyük RNT-dir və zülal üzüm maddəsinə rast gəlinmiş olur. Həmçinin ribosom zülal sintezində iştirak edir. İkinci, transliyasiya prosesində ayrılmış su molekullarının sayı. Biz bilirik ki, su molekullarının sayı həmişə zülalın tərkibindəki amin turşularının sayından bir əskik olmuş olur. Əgər suyun sayı 190-dırsa, bu zaman zülalın tərkibindəki amin turşularının sayı 191-ə bərabər olmuş olacaq. Və zülalın əmələ gəlməsi prosesi iki yerə bölünür. Transkripsiya və transliyasiya artıq ikinci mərhələsidir. Üçüncü, ekariot hüceyrədə günəş enerjisinin kimyəvi rabitə enerjisinə çevirdiyi orqanoiddir. Ekariot hüceyrədən söhbət gedirsə və günəş enerjisini kimyəvi rabitələr enerjisinə çevirir deyirsə, təbii ki, C6H12O6-nın kimyəvi rabitələrində enerji saxlanılır. Bu xloroplast olacaq. Xloroplastın tərkibində xlorofil pigmentləri tərəfindən günəş enerjisi qlükoza sintezi olunaraq kimyəvi rabitələrdə saxlanılır. Dördüncü sualda metabolizm prosesinin mənası çevrilmək deməkdir və metabolizm sözü özü çevrilmək deməkdir. Assimilasiya və dissimilasiya olaraq iki yerə bölünür. Assimilasiyanın ikinci adı sintez, dissimilasiya isə parçalanmaq deməkdir. Dissimilasiya nəticəsində həmçinin enerji də ayrıldığına görə plastik mübadilə də adlandırılmış olur. Üçüncü adı katabolizm də adlanmış olur. Assimilasiya sintezlə yanaşı, həmçinin assimilasiyanın digər adı anabolizm də adlandırılmış olur. Demək ki, sual işarəmizin yerinə dissimilasiya yazacağıq. Bir növbəli heyvan hüceyrəsində mitoz bölünmənin metafaza mərhələsində xromosom sayı 2, xromatid sayı 4C, DNT molekul sayı isə 4D olur. Əgər bizdən DNT zənciri sayı deyərsə, 4D-ni də 2-yə vuraraq 8D-yə bərabər olduğunu bilirik. Xromosom sayı demək ki, verilən 8, 2N-imizin 2N bərabər 8 olduğunu ifadə edir. 4C 2N-dən 2 dəfə artıq olduğuna görə X-in yerində 16 yazacağıq. DNT zənciri sözü dediyinə görə və sayını soruşduğuna görə 8D-nin soruşulur Y-də. 8 vurulsun. Haploid sayımız 2N 8-dirsə, haploid sayımız 4-dür. 8-i 4-ə vurduqda 32 edəcək. X-imiz 16, Y-imiz isə 32-dir. Cavab bərabərdir 48-ə. Fotosintez prosesinin işıq və qaranlıq mərhələlərinə aid verilmiş qrafiklərdən hansılar düzgündür? Əmələ gələn oksigen miqdarı işıq mərhələsində biz bilirik ki, işıq mərhələsinin qranlarında su fotolizə uğrayaraq OH və hidrogen ayrılmış olur. OH, 4 OH birləşməsi nəticəsində 2 molekul su və oksigen ayrılmış olur. Demək ki, birinci doğrudur. İkinci, qaranlıq mərhələdə qlükoza əmələ gəlir və get-gedə miqdarı da artır. İşıq mərhələsi verildiyinə görə ikinci doğru deyil. İstifadə olunan karbon qazının miqdarı qaranlıq mərhələdə artmalı idi. Burada azaldığına görə yanlışdır. Qaranlıq mərhələdə ATF istifadə olunan ATF-in miqdarı bəli, işıq mərhələsində ATF yaranırdı, amma qaranlıq mərhələdə qlükoza sintezi olunan zaman isə ATF çoxlu miqdarda istifadə edilirdi. Deməli, cavabımız 1 və 4 C variantıdır. 7-ci sualda diploid şəkli bitkinin fərdi inkişafında xromosom sayının belə dəyişməsi baş vermir. Əlbəttə ki, meyoz prosesi nəticəsində 2N-dən N yaranır. Endosperm hüceyrələrinin mitoz yoluna bölünməsi nəticəsində 3N-dən 3N yaranır. Təbii ki, haploid xromosom dəstlərinin mitoz bölünməsi nəticəsində elə haploid xromosom dəstləri, məsəl üçün, tutaq ki, diploid şəkli bitki deyirsə, nə deyə bilərik? Məsəl üçün, makrospor haploid xromosom dəstinə malik olan makrospor əmələ gəlibsə, 3 dəfə ardıcıl mitoz bölünməsi nəticəsində rüşeym kisəsinin içərisində 8 dənə haploid xromosom dəstinə malik olan yeni hüceyrələr əmələ gəlmiş olur. Ki, bunlardan ikisi mərkəzdə birləşərək mərkəzi nüvəni əmələ gətirirdi. Yəni ki,
Haploid xromosom dəstinə malik olan hüceyrələr də mitoz yolundan bölünərək yenidən haploid xromosom dəstli hüceyrələrə çevrilə bilirlər. Həmçinin, məsəl üçün, gövdənin təpə hissəsindən mitoz yolla bölünməsi nəticəsində bitki uzunluğa böyüyür. Mümkündür, amma 3 enindən 2 enin əmələ gəlməsi mümkün deyildir, baş vermir. 8. Eyni növə aid olan və tarixən müəyyən ərazidə yaşayan fərdlər cəminin öyrənilməsi hansı quruluş səviyyəsində aparılır? Təbii ki, bu 9-cu sinifin ilk bölməsində verilən mövzuların içərisində var və populyasiya növ quruluş səviyyəsində aparılırdı. Energetik mübadilənin 3-cü mərhələsində ATF sintetaza kanalından 24 dənə hidrogen müsbət keçdiyini bilirik. Əgər hidrogen müsbətin sayı n olarsa, neçə molekul ATF əmələ gələ bilər? Və ATF sintetazadan 24 dənə hidrogen protanı keçən zaman, bu zaman biz bilirik ki, oksigenli mərhələdə 36 dənə ATF yaranırdı. Əgər hidrogen sayı n olarsa, bu zaman nə qədər yaranacaq? Biz 24 ilə 36-nı 12-yə ixtisar aparsaq 2 və 1,5 n-ə bərabər olmuş olar. Demək ki, cavabımız C variantıdır. Dənəvər tel haqqında doğru fikri müəyyən edin. Dənəvər tel nə deməkdir? Mitoz, saptel, xondrion, dənəvər deməkdir. Dənəvər teldə interfazada həm nüvə şirəsində, həm də sitoplazmada olur. Bunda doğru fikri müəyyən edin. Interfazada həm nüvə şirəsində, həm də sitoplazmada olur. Bizdən doğru fikri soruşur. Bu mümkün deyil. Xromosomun quruluşunda rast gəlinir, düz deyil. Bir membranlı quruluşa malikdir. Buna məsəl üçün lizosomdur, Golgi kompleksidir, endoplazmatik şəbəkədir. Bunu misal göstərə bilərik. Bir membranlı quruluşu mümkün deyil. Makroevrik rabitə bilirik ki, ATF-in tərkib hissəsində olmuş olur və ATF-in də sintez olunma orqanoidi mitoxondri olduğuna görə elə D variantı doğrudur. Y variantı xromosomun sentromerinə birləşir. O da vətər tel olduğuna görə mitoxondri ilə əlaqəsi yoxdur. 11-ci sualda sxemdə amin turşuları şərti olaraq həndəsi fiqurlarla göstərilmiş 3 fərqli zülal molekulu verilmişdir. Bu zülal molekulları üçün eyni olanları seçin. Baxırıq ki, 1, 2, 3, 4, 5 dənə amin turşusu burada, 5 dənə amin turşusu burada, 5 dənə də amin turşusu buradadır. Amma fiqurlara fikir versək, birincidə fiqurlar hamısı kvadrat olmasına baxmayaraq, X zulalında ikinci yerdə fərqli bir amin turşusu birləşir. Məsələn, 3 bucaq şəklində verilibdir. Y-də məsəl üçün ikincidə düz bucaqlı şəklində, Z-də isə dairə şəklində verilmişdir. Burada 5 amin turşusu hər birində 5 amin turşusu olsa da, görünür ki, amin turşuların birləşmə ardıcılığı fərqli formadadır və bunların hər birində peptid rabitələrin sayları da bir-birinə bərabərdir. Birinci sualda peptid rabitələrin sayı eynidir. Bir doğrudur. Amin turşuların növ sayı fərqlidir. Məsəl üçün, 3 bucaq Y zulalında yoxdur. Ona görə də amin turşularının növ sayı eyni ola bilməz. Biosintez zamanı əmələ gələn su molekullarının sayı eyni olacaq. Çünki hamısında 5 peptid var. Deməli, 4 molekul su əmələ gəlmiş olacaq. Bu fikir doğrudur. Amin turşularının birləşmə ardıcıllığı isə təbii ki, bu da düzgün deyil. Çünki X-də ikinci amin turşusuya fikir versəz 3 bucaqla göstərilir, Y-də ikinci düz bucaqla, Z-də isə ikinci dairə ilə göstərilmiş olur. Demək ki, cavabımız 1 və 3, yəni C variantı olacaq. 12. Klasterdə sual işarəsinin yerinə yazılmalıdır. Suda asan həll olur, disaxariddir, şirin dada malikdir. Bilirik ki, karbohidratlarda monomerlərin sayı artdıqca suda həll olma qabiliyyəti və şirin dadı get-gedə azalır. Nişasta polimerdir, selluloza polimerdir, glikogen heyvanlarda göbələklərdə də rast gəlinir, polimerdir, glikoza monomerdir, nişastanın, sellulozanın və glikogenin monomerləridir. Amma çoğundur şəkəri olan saxaroza disaxaridlərə aiddir. Bütün hüceyrəvi quruluşlu canlılar üçün ortaq xüsusiyyətdir. Baxırıq ki, təbii ki, bütün hüceyrəvi quruluşlu canlıların hamısı oksigenli tənəffüs etmir. Bunların anaerob və aerob olaraq biz 2 yerə bölmüşdük. Heterotrof yolla qidalanma, bunun avtotrof yolla qidalananı, hemotrof yolla qidalananı və s. və s. Cinsi yolla çoxalma, cinsi bütün hüceyrəvi quruluşlu canlılar cinsi yolla çoxalmır. Məsəl üçün, xlorellanı misal göstərə bilərik.
Bəli, biz bilirik ki, canlıların, belə bil ki, hər bir canlının, hüceyrə quruluşa malik olan canlıların əsas oxşar xüsusiyyətləri var idi ki, böyümə, inkişaf, ifrazat və sairə kimi xüsusiyyətlərindən biri olduğuna görə D variantı bütün hüceyrəvi quruluşa aiddir. Meyoz bölünmə isə bütün hüceyrəvi quruluşa aid deyildir. Spermatozoid və spermi. Biz bilirik ki, spermatozoidə ali sporlu bitkilərdə rast gəlinmiş olur, qıcıkümlərdə, mamırlarda, onların həmçinin heyvanlarda da rast gəlinmiş olur, məməli heyvanlarda və digər heyvanlarda da spermatozoidə rast gəlinmiş olur. Spermi isə artıq tozcuq borusu əmələ gəldikdən sonra erkək qamet öz qamçısını itirmiş, tozcuq borusunun hesabına yumurta hüceyrəyə doğru istiqamətlənirdi. A variantı hərəkət orqanoidi yoxdur. 3-cüyə gedəcək. B. Nüvəsi vardır. Təbii ki, hər ikisinin də nüvəsi var. C. Haploid xromosomludur. Təbii ki, qamet olduğuna görə hər ikisi haploid xromosomludur. D. Erkək qametdir. Erkək qametdir. D. Hər ikisinə gedəcək. Qamçısı vardır. Burada Y variantı olacaq. Birinci Y, C və D ola bilər və cavabımız buradan D-dir. İkincidə B, C, D və üçüncü A olacaq. Növbəti sualımızda uyğunluğu müəyyən edin. Yəni endoderma, ektoderma, mezoderma bunların əzbərlənməlidir ki, gözün torlu qişası bilirik ki, ektodermaya aiddir. Qalxana bənzər vəzi, ümumiyyətlə həzm vəzləri, mədə-altı vəzli, qaraciyər vəzisi də bunlar endodermaya gedirdi. Epidermisin törəmələri deyirsə bu ektodermaya getməlidir. Dərinin piy qatı mezodermaya getməlidir. Mədə-altı vəzi də, qaraciyərdə, qalxana bənzər vəzidir. Bunlar endoderma mənşəlidir. Səhv mülahizəni müəyyən edin. Əzələlərdə ATF ehtiyatı onun 20-30 dəfə yığılmasına kifayət edir. Və kifayət edir. Ennazolaqlı əzələlər işləyərkən əzələ hüceyrələrindəki glikoza miqdarı təbii ki, əzələ işlədiyinə görə glikoza başlayır parçalanmağa və enerji ATF sintezi olunmuş olur. A deyil. Suyun miqdarı təbii ki, glikoza parçalandığına görə suyun miqdarı da artacaq, ATF də əmələ gəlmiş olacaq. Glikozanın parçalanması üçün oksigenin istifadəsi artacaq ki, oradan ATF sintezi olsun, su alınsın, karbon qazı alınsın. Cavabımız C variantı. Süd turşusunun miqdarı artar. Bəli, buna görə də bizim əzələmiz get-gedə özünü yorğun hiss edəcək. Fermentlərin fəaliyyəti də artacaq ki, yəni bu proses davam etsin. Cədvələ əsasən X-i tapın. Çiçəkli bitkinin yarpaq sahəsi S bərabərdir 18 metr kvadratı. Günün uzunluğu T bərabərdir 15 saat. Fotosintez prosesində udulmuş karbon qazının miqdarı. M bərabərdir S vurulsun T düsturundan istifadə edərək biz qlikozanın miqdarını tapmalıyıq. S-imiz 18, T-miz isə 15. 18-i 15-ə vurduqda 5 dəfə 8, 0 yazaq 4 yadda, 90, 18, 0, 7, 270-ə bərabərdir. Yəni, qlikozan miqdarı 270 qramdır. Və fotosintez prosesinin reaksiya tənliyini yadımıza salırıq. 6 dənə karbon qazı plus 6 dənə su əmələ gəlirdi. C6, H12, O6 plus da ki 6 dənə oksigen. Və baxırıq ki, 270 qram qlikozada fotosintez prosesində udulmuş karbon qazının miqdarı X qramdırsa, qramdan istənilir. Və normalda qlikozanın MR-i 180 qramdır. Bu zaman 6 vurulsun 44 qrama bərabər olacaq. 180 ilə 270, 90-ı ixtisar aparsaq 3, 2 və 6-nı 2-yə bölsək 3, 3 dəfə 3, 9, 9 dəfə 4, 36 və cavabımız 396 Y variantı edər. 18-ci sualımıza baxaq. 17 Y variantı. 18. Hüceyrənin hərəkət orqanoidi. Biz bilirik ki, hüceyrənin 4 cür hərəkət orqanoidi var. Miofibrildir, yalançı ayaqlardır, qamçı və kirpikdən ibarətdir. Burada da ki, ilk dəfə bağırsaq poşuqlular tipində əmələ gəlmiş miofibril göstərilmişdir. 19-cu sual. Çiçəkli bitkilərdə bilavasitə meyoz bölünmə ilə əmələ gəlir.
Bizdə burada diqqət yetirmək lazımdır həmişə bilavasitə sözünə, meyoz bölünmə ilə əmələ gəlir. Baxırıq ki, bilavasitə meyoz bölünmə deyirsə, yumurta hüceyrə 3 dəfə ardıcıl mitoz bölünmə nəticəsində yaranırdı. Spermlərin özü, belə deyək, generativ nüvənin mitoz yolla bölünməsi nəticəsində yaranırdı bilavasitə. Düzdür, kökündə meyoz bölünmə durur, amma bilavasitə dediyinə görə yumurta hüceyrədə bilavasitə mitozdan yaranıbdı, spermlər də bilavasitə mitozdan yaranmışdır. Meyvə yalınlığı bilirsiniz ki, hüceyrələrin bölünüb çoxalması mitozdur. Toxum qabığı əlbəttə ki, mitozdur, amma erkəyin tozluğunun divarında mitoz yolla çoxlu ana hüceyrələri olur. Həmin ana hüceyrələrin özünün meyoz yolla bölünməsi nəticəsində 4 dənə mikrospor yaranır. Yəni bilavasitə mikrosporun yaranması meyoz nəticəsində baş vermiş olur. Çəkli bitkinin bütün canlı hüceyrələrində baş verir. Nə? Suyun fotolizi. Bu doğru deyil. Çiçəkli bitkinin bütün canlı, məsəl üçün kökünün canlı hüceyrəsi olar ki, onlar işıq görmür, fotosintez etmir. Oksigenin əmələ gəlməsi yenə də torpağın altında olan kök ola bilər ki, oksigenin əmələ gəlməsi prosesi getmir. Xloroplastların ikiyə bölünməsi, hər yerdə də xloroplast yoxdur, işıq görməyən hissələrində. Amma biz bilirik ki, çiçəkli bitkinin xüsusən də canlı hüceyrələrindən söhbət gedirsə, karbon qazının əmələ gəlməsi baş verir. Çünki tənəffüs edir. Düzgün ifadəni müəyyən edin. Hepatit B virusu keyfiyyətsiz qida burada A olmalı idi. Hepatit A virusu keyfiyyətsiz qida, çirklənmiş su vasitəsilə sahib orqanizmə daxil olurdu. Poliomiyelit xəstəliyinin törədicisi təbii ki, biz bilirik ki, poliomiyelit virus xəstəliyidir və xəstə insanın nəticəsindən milçəklər vasitəsilə yayılmış olur, çirklənmiş qida, çirklənmiş ərzaq, əşyalar, həmçinin hava damcı yolu ilə də yayılmış olur. Poliomiyelit bağırsaq, udulaq, həmçinin irəliləyərsə onurğa beynin hərəkə yollarını da məhv etmiş olur. Prokaryot olmamalıydı, ona görə bu da düzgün deyil. Qızılca xəstəliyini hüceyrəvi quruluşa malik canlılar törədir. Fikri yanlışdır, çünki virus törətdiyinə görə bilirik ki, virusların hüceyrəvi quruluşu yoxdur. Viruslar hüceyrəvi daxili parazitdir, bunu əminliklə söyləyə bilirik. Viruslar ya DNT-dən, ya da RNT-dən təşkil olunmuşdur. 22. Şəkildə 2n bərabərdir 4 xromosomlu bir hüceyrənin meyoz bölünməsi zamanı A və B ilə müvafiq olaraq hansı fazalar göstərilmişdir? Biz bilirik ki, iki xromatidli xromosomlar əgər qütblərə çəkilirsə, bu birinci anafazanın dan xəbər vermiş olur. Əgər bir xromatidli xromosomlar qütblərə çəkilməsi ikinci anafazadan xəbər vermiş olur. Deməli, burada A-da ikinci anafaza, B-də isə birinci anafaza göstəriləcək. Cədvələ əsasən X plus Y plus Z bərabərdir sual. Öz-özünə tozlanan diploid bitkidə baxaq. Sperminin xromosom sayı. Biz bilirik ki, sperm haploid xromosom dəstinə malikdir. N bərabərdir 11. Yarpaq hüceyrəsi diploid bitkidən 2N olan bir bitkinin təbii ki, yarpaq hüceyrəsi də diploid olacaq. Yəni 2N bərabərdir 22 olmuş olacaq. Yumurta hüceyrənin xromosom sayı, yumurta hüceyrədə sperm kimi qamet olduğuna görə haploid say 11-ə bərabər olmuş olacaq. Mərkəzi hüceyrə 2 dənə nüvənin birləşməsi nəticəsində, haploid nüvənin birləşməsi nəticəsində həmişə xromosom sayı diploid olur. Diploid sayımız 22-yə bərabər olacaq. Və X, Y, Z-in cəmi dediyimizə görə X-imiz 22, Y-imiz 11, Z-imiz isə 22 bərabər olacaq 55-ə. 24. Şəklə əsasən səhv olanları seçin. Hal-hazırda zigot yaranmışdır. Zigotdan morulluya doğru parçalanma prosesi getmiş olur. Biz bilirik ki, zigotun əmələ gəlməsindən sonra 2 dəfə uzunluğa, enə uzunluğa ardıcıl olaraq bölünmə prosesi gedir. Yəni mitoz bölünmə prosesi getmiş olur. Bu bölünmənin mərkəzində mitoz prosesi dayanır. Və get-gedə bölündükcə ehtiyat qida maddələri istifadə olunduğuna görə get-gedə kütləsində azalma baş vermiş olur. Çünki parçalanmanın özünə, mitoz parçalanmanın özünə enerji lazım olmuş olur kifayət qədər. Baxaq,
Emin xromosom sayı ildən 2 dəfə azdır. Bizdən səhv olanları istəyir. Bu fikir səhvdir. Çünki biz deyirik ki, mitoz bölünmə gedir. Mitoz bölünmədə də bölünən zaman ana hüceyrədəki qədər xromosom sayı olmuş olur. K-nın kütləsi M-dən azdır. K-nın kütləsi yox, M-in kütləsi az olacaq. Çünki M-ə qədər müəyyən bir bölünmə mərhələləri keçmişdir və nəticədə enerji sərf olunmuş, qida maddəsi azalmışdır. Ona görə 2 də yanlışdır. 1, 2, 3. N-nə istiqamətdə mitoz bölünmə nəticəsində əmələ gəlmiş. Doğrudan da baxın, N-nə bölünmə nəticəsində əmələ gəlibdir. 3-cü fikir doğrudur. K mitoz bölünmə nəticəsində əmələ gəlmiş. K hələ ziqotdur, yəni mayalanma nəticəsində əmələ gəlmişdir. Ona görə 4-də səhvdir. P və N-in xromosom sayı əlbəttə ki, bir-birinə bərabər olacaq. Çünki mitoz bölünmə nəticəsində eynən anadakı qədər xromosom sayına malik olacaq. Deməli, bu da doğrudur. L uzunluğuna istiqamətdə bölünməyə məruz qalmışdır. Baxırıq ki, L-in özü də uzunluğundan əmələ gəlib. Sonra elə özü də uzunluğuna bölünməyə məruz qalaraq M əmələ gətirmişdir. Cavabımız 1, 2 və 4 olacaq. Plazmatik membranda uyğun gəlməyən mülahizəni seçin. Hüceyrəvi quruluşa malik bütün canlılarda olur. Hüceyrəvi quruluşa malik bütün canlılarda hüceyrə divarı olmur. Deməli, 1 uyğun gəlmir. Heyvan hüceyrələrində olmur. Bu hüceyrə divarına aiddir. Demək ki, 2 də uyğun gəlmir. Qılafın quruluşuna aiddir. 3 uyğun gəlir. Çünki həqiqətən də plazmatik membranda hüceyrə divarı da qılafın quruluşuna aiddir. 2 lipid cərgəsi və zulallardan təşkil olunmuşdur. Bu plazmatik membranın quruluşundadır. Bilirdik ki, 2 lipid cərgəsi və aralarında səpələnmiş zulallar kənara doğru yönəlmiş polisaxaridlərdən təşkil olunmuşdur. 5-də deyir ki, fotosintez edici prokaryot canlılarda olur. Biz bilirik ki, fotosintez edici prokaryotlar bakteriyalardır və bakteriyalarda da həm plazmatik membran, həm də ki, hüceyrə divarına rast gəlinir. Ona görə də 5 uyğun gəlir. Bitki hüceyrəsində sellulozadan təşkil olunmuşdur. Sellulozadan hüceyrə divarı təşkil olunmuşdur. Yəni, bu uyğun gəlmədiyinə görə 6-nı da götürürük. 7. Xemosintez edici canlılar, bakteriyalar olduğuna görə bakteriyaların hüceyrə qılafında həm hüceyrə divarına, həm də plazmatik membranına rast gəlinir. Viruslarda olmur fikri də hər ikisi üçün düzgündür. Yəni, burada cavablarımıza baxsaq, 1, 2, 4 və 6 uyğun gəlmiş olacaq. Düzgün fikirləri seçin. Mitoz zamanı xromosomlarının spirallarının açıldığı fazada. Biz bilirik ki, spirallaşma başlayır profazada. Ən yüksək spirallaşma ehtimalı olur metafazada, amma spirallar açılır telofazada. Deməli, söhbət telofazadan getmiş olur. Təbii ki, telofazada profazanın əksi olacaq. Nüvəcik yaranırmı? Yaranır. Nüvə pərdəsi həll olurmu? Bu profazadır. Bölünmə vətərləri itirmi? İtir. Hansı ki, yaranmağa başlamışdı profazada. Xromatidlər bir-birindən tam ayrılaraq qütblərə çəkilir. Bu anafazanın işidir. Xromosomlar işıq mikroskopu ilə aydın görünürdü. Bu metafaza mərhələsində idi. Çünki maksimum spirallaşma getmişdi. Və nüvə pərdəsi yaranır profazada, hansı ki, həll olunmuşdur. Cavabımız 1, 3 və 6 olacaq. Uyğunluğu müəyyən edin. Baxırıq ki, quruş qurbağa, kisəli məmələr və plasentallar verilmişdir. Uyğunlaşdıraq. Ana orqanizmdə mayalandıqdan sonra xaricə qoyulan yumurta içərisində gedir. Demək ki, burada quşları götürərik. Çünki quşlarda bilirik ki, mayalanma yumurta borusunda getmiş olur və yumurtanın sonraki inkişafı xaricdə getmiş olur. Quşlar 1-ə B. Yumurta qoyan məməlilərdə eynən quşlardakı kimi, hansı ki, ördəkburun və yexidnada da bu şəkildə mayalanma yumurta borusunda gedir və yumurtanın sonraki inkişafı xaricdə getmiş olur. Bütövlükdə ana orqanizmdə tamamlanır. Təbii ki, bu plasentallar olacaq. 3-cü, ana orqanizmdə başlayır, xaricdə tamamlanır deyir embrional inkişaf. Bu kisəlilərdə olacaq.
Və məncə bitdi. Nə qaldı? A, B, C-yə baxmadıq. C heç birinə getməyəcək, çünki kürlər suya tökülürdü. Kürlərin mayalanması da elə suda gedirdi. Dişi fərdlər kürlərin üzərinə, deməli spermatozoidlərini suyun üzərinə suda elə yumurta hüceyrələrin kürlərin üzərinə tökürdülər. Deməli, birimiz AD, AB, 2Y, 3 isə D olacaq. Biopolimer maddə olan DNT-nin tərkibindəki bəzi molekulların sayı diaqramda verilmişdir. Baxırıq ki, X-la bizdə nə göstərilmişdir? X-la bizdə adenin əgər 500-dürsə və sayları bərabər olduğuna görə X-imiz timin olacaq. Timin. Y-ə baxırıq ki, guaninlə səviyyəsi eynidirsə, deməli Y-imiz sitozin olacaq. Sitozin. Z-ə baxırıq ki, artıq yəni yüksək saydadır. Yüksək sayda olduğuna görə dezoksiriboza hər bir nukleotidin tərkibində olduğuna görə 500, 500, 1000, 1000. Deməli, bunları toplasaq 500, 500, 1000, 2000, 3000. Deməli, Z-imiz bərabərdir 3000-ə. Sonra bizə deyir ki, bu DNT molekulundakı hidrogen rabitələrinin sayının ortofosfat turşusu qalıqlarının sayına nisbətini tapın. Biz bilirik ki, bir nukleotidin tərkibi ibarətdir. Azot əsasından DNT-nin tərkibində ya adenin ola bilər, ya timin ola bilər, ya sitozin ola bilər, ya da ki, guanin ola bilər. Buna birləşir. Deməli, buna birləşir 5 karbonlu pentoza, yəni hansı ki dezoksiriboza birləşmiş olur və ortofosfat turşusu qalığı birləşmiş olur. Yəni, buradan görürük ki, ortofosfat turşusu nukleotidlə birə-bir saydadır. Əgər bizim 3000 dənə dezoksiribozamız varsa, elə 3000 dənə də ortofosfat turşusu sayımız var. Yazıram 3000. Elə 3000 dənə də nukleotidimiz var. Və hidrogen rabitələrin sayını hesablamaq üçün düsturumuz var idi ki, nukleotidlərin üzərinə ya guanin və ya da ki, sitozin gəlməklə və yaxud da hidrogenin tərkibi 2 adenin plus 3 guanin, 2 adenin və yaxud da 3 sitozin və s. kimi hesablaya bilərik müxtəlif yollarla. Hidrogen rabitələri bərabərdir. Nukleotid sayımız 3000-dir. Üstünə sitozin tapmışdıq sayını ki, 1000-ə bərabər idi. Elə 1000 gələrik. Olar 4000. Buradan da 4000-in 3000-ə nisbəti olacaq 4-ün 3-ə nisbəti. Bu, biopolimerin monomerlərinin hansı hissələri RNT-nin monomerlərinin quruluşunda ola bilməz? Heç vaxt RNT-nin tərkibində timin ola bilməz, heç vaxt dezoksiriboza ola bilməz. Amma qalan fosfat turşusu qalığıdır, guanindir, sitozindir, adenindir, bunlar ola bilər. Dezoksiribozanın yerinə RNT-də riboza, timinin yerinə isə urasil olacaq.